Salam, hər vaxtınız xeyir olsun. Kanalımda xoş görürük sizləri. Bugün biz Səmranla bərabər Güvən 5.8-in ilk mövzusu olan natural ədədlər mövzusuna baxacağıq. Deməli, Səmra, burada deyir ki, ilk 30 natural ədəddən neçəsi sadədir? Ümumiyyətlə, sadə ədədlərimiz nəyə deyilirdi? Səmra, sadə ədədlər nəyə deyilirdi? 1-ə və özünə Özünə bölünən bölünən ədədlərə. sayısı. 1-ə və özünə bölünən ədədlərə sadə ədəd deyildi. Məsələn, ilk 30 natural ədəddən sadə ədədlər hansılarını götürə bilərik? Müəllim 3, 5, Aysa. 2, 2-ni də hətta götürə 7. bilərik, doğrudur. Amma biri götürə bilməkdə, düzdürmü? Bir demişik ki, nə sadədir, nə də mürəkkəbdir. Ona görə götürürük 2-ni, 3-ü, 5-i, 7-ni, 11-i, 13-ü, 17-ni, 19-u, düzdürmü? Bəli, 20, 21, 22 bunlar heç birini götürə bilmərik. 23-ü götürə bilərik. 27, 28 bunları da götürə bilmirik. 29 götürürük. Saysaq neçədən olur? 4, 5, 6, 7, 8, 9, 10. 10 dənə. Demək, 37-yə uyğun olacaq cavabımız C-bəndir. 38. Aşağıdakı ədədlərdən deyir hansı sadə ədəddir? Biz ümumiyyətlə bilirik ki, 3-ə bölünmənin belə bir qaydası var. Rəqəmlərinin cəmi 3-ə bölünürsə, həmin ədəd 3-ə bölünür. Düzdürmü? bəli. İndi burada məsəl üçün rəqəmlər cəminə baxsaq, hansı ədədlərin rəqəmlər cəmi 3-ə bölünür? Baxan kimi görürsən. Məsələn, 141-ə baxsaq, 4-ün üstünə 1 gəlib 5, 5-in üstünə 1 Bir gəlince variantı müəllim. 6 demək 3-ə bölünür da. Onda biz 141-i götürmürük. 153-ə baxarıq. 5-in üstünə 3 gəlir 8, 8-in üstünə 1 gəlir 9. 9 da 3-ə bölünür. Aysa. Demək ki, biz bu 141, 143, 153-ə avtomatik çıxırıq, çünki 3-ə bölünürlər onlar. Bir də əlavə olaraq burada məsəl üçün bizdə 133 ilə 161 qalır. Məsələn, 161-i fikirləşirik ki, hansı rəqəmə bölündə bilər? 161-i 7-yə bölə bilərikmi? 161-i məsəl üçün 7-yə bölə bilərik. Gəl yoxlayaq. 7-yə bölsək, 2 dəfə 7, 14. Düzdürmü? Burada Bəli. qaldı 161 demişəm, burada 167. Aha. Burada qaldı neçə? 2, yana da 1 yenidirik 21. 21 də 7-nin içində 23. Gördünmü? Bölündü. 161 7-yə bölünür və 23 düşür. Onda Bəli. bizdə hansı sadədə də olur avtomatik? 130. A variantı. Bəli, 133. Sonra gəldik 39-a. Ümumiyyətlə sadə vurğuların sayını tapmaq üçün ədədi ilk öncə sadə vurğulara ayırmaq lazımdır. Məsələn, 80 hansı rəqəmə bölünür? 2-yə. 40. 40 neçəyə bölünür? 2-yə. 20. 22-yə bölünür. 10. 12-yə bölünür. 5 də 5-ə bölünür. Düzdürmü? İndi biz burada sadələr seçsək, 1, 2, 3, 4, 5. 5 dənə nəyimiz var? Sadəmiz var. Əgər desəydik ki, müxtəlif sadə vurğuların sayını, onda Səmra biz bir dənə 2-ni, bir dənə də 5-i götürərdik. Düzdürmü? Amma indi bizdə sadə vurğuların sayını istədiyinə görə hamısını nəzərə alırıq. Yəni hamısını sayırıq, olur 5 dənə. İndi 40-ı məsəl üçün köməklə necə edə bilərik 40-da? 72-ni ilk öncə sadə vurğulara ayırarıq. Düzdürmü? 72-ni neçəyə bölək Bəli. birinci? Ben birinci 2'ye. Bölsə neçə qalacaq? 3 dəfə 6. 6, 12-nin də içindəki 36. 36-nı 2-yə bölürük. 1, 18, 18 2-yə bölünür. 9, 9, 3, 3 də 3, 3-ə bölünür. Aysa. İndi müxtəlif desə, biz burada hansılarını götürə bilərik? 2 ilə 3'ü. Aysa, 2 ilə 3-ü götürürük. Yəni, bir dənə 2 götürürük, bir dənə də 3 götürürük. 2 dənə də sayı olur. Cavab olur A variantı. 41. İndi deyir ki, 1540 ədədinin neçə dənə sadə böləni var? Yəni, içərisində 1540-a bölünsün və eyni zamanda da sadə olsun. Bunun üçün biz bunu vurğulara ayıra bilərik. Birinci 1540-ı gəl vurğulara ayıraq. Sonu 0-la bitdiyinə görə biz onu nəyə bölə bilərik ən rahat? 5-ə. 10. Sadəyə bilərik. 5. Aha, sağ. 1540-ı bölürük 5-ə. Ona bölünür düzü. Sonu 5-dən bitdiyinə görə olur 308.
308 məsəl üçün 2-yə bölünür. Qalır 154. Sonra 154 2'ye bölünür. Qalır 77. 77 7'ye bölünür. 11 de 11'e bölünür. Neçə dənə sayda böləni var? Baxaq. Bir dənə 5'imiz var. Bir dənə 2'miz var. Düzdürmü? Bəli, bir də 7-miz, bir də 11-miz. Aysa. Demək bunlar hamısı sadədir da. Saysaq 1, 2, 3, 4. 4 dənə sadə bölənimiz var. Gəldik 42'ye. Burada deyir ki, artıq neçə müxtəlif sadə böləni var. Yəni yenə vuruqları ayırırıq, amma təkrarlardan bir dənə götürürük. 2740'ı bölürük 5'e. 2740'ı 5'e böləndə alırıq 548. 548'i 2'ye bölürük. Olur 274. Yine 2'ye bölünür. Olur 137. 137 nəyəsə bölünürmü əlavə? Ümumiyyətlə sadə ədədlər cədvəlindən görəsən 137 sadədir yoxsa yox? Yəni sadədir. Heç nəyə bölünmür. Ay sağ ol. Ona görə 137'ni də 137'ye bölürəm. Yox. İndi burada sadə bölənləri seçirik. Biri 5'dir, biri 2'dir, biri də 137'dir. Amma müxtəlif dediyinə görə 3 dənə götürdüm. Düzdürmü Fatih? Cavab olacaq B bəndi. Normalde Bəli. 4 dənə var, amma müxtəlifləri götürürük də 2'dən bir dəfə götürürük. Bir də var natural bölənlərin sayını tapılma qaydası. Natural bölənlərin sayını tapmaq üçün həmişə üstə 1 gəlirik. Məsələn, bu sayda vurğulara ayrılıbdır və üst qüvvət şəklində göstərilibdir. Yəni standart formada göstərilir. İndi biz bunun natural bölənlərin sayını tapmaq istəyiriksə, üstünə 1 gəlməli. Yəni 4-dürsə 4-ün üstünə sadəcə 1 gələcək. O da eləyəcək 5. Bu natural bölənlərin sayının tapılma yoludur. Yəni 43'e uyğun oldu D variantı 44. Amma bu standart halda deyil. Biz bunu standart hala gətirməliyik. Yəni vuruqlara ayırmalıyıq. Gəl 72'ni vuruqlara ayıraq. Birinci neçəyə bölək? 2-yə. Böldük 2'ye qaldı 36. 36'nı 3'e bölürəm. Eləyir 12. 12'ni 3'e bölürəm. 4. 4'ü 2'ye bölürəm. 2 də 2'ye bölürəm. Düzdürmü? İndi bizdə burada 2'dən neçə dənədir? 1, 2, 3. 3 dənədir. Biz bunu standart şəkildə yazanda 2 üstü 3 yazırıq. 3'dən neçə dənədir? 2 dənədir. Bunu da yazırıq 3 üstü 2. Bunu standart şəklinə gətirdik. Deməli 72 normalda bizdə 2 üstü 3 vurulsun 3 üstü 2'dir. Düzdürmü Səmra? İndi natural bölənlərinin sayı deyəndə üstlərinə 1 gəlirəm. Bunun üstü məsələn 3'dür, bunun üstü 2'dir. 3'ün üstünə 1 gəlirəm. 2'nin üstünə 1 gəlirəm. Və bir-birlərinə nə edirəm? Vururam. 3'ün üstünə 1 gəlirəm 4, 2'nin üstünə 1 gəlirəm 3. 4 3'ə vuranda eləyir 12. Buyur 45'e kömək elə. 5 müəllim 300 ədədinin natural bölənlərin sayını tapın. 3'ü birinci böləcəyik 3'ə. Aysa. Böldük neçə aldıq? 100. 100. Bəli. 100'ü məsəl üçün 100'ü də bölürük, bölək 2'yə. 2'yə. Aysa. 50. Aysa 100'ü 2'yə böldük, düşdü 50. Sonra 50'ni bölək məsələn 2'yə. neçəyə bölək? 2'yə. Olar. 2'yə bölək. Neçə düşəcək onda? 25. Sonra neçəyə bölürük? 5'ə. 5'ə. 5'də 5'ə. Digə üstü qüvvət şəklində göstərək. 3'dən neçə dənədir Səmra? 1 dənədir. 3 üstü 1. 2'dən neçə dənədir? 2 dənədir. 2 üstü 2. 5'dən neçə dənədir? 2 dənədir. Bəli, 5 üstü 2. İndi biz bunu yazdıq ki 300 bərabərdir normalda. 3 üstü 1 vurulsun 2 üstü 2 vurulsun 5 üstü 2. İndi natural bölənlərin sayını necə tapacağıq? Yəni də üstlərin üstünə nə edirik? 1 gəlirik və bir-birinə vururuq. Məsələn, 1'in üstünə 1 gəlirik. 2'nin üstünə 1 gəlirik. Növbəti 2'nin də üstünə 1 gəlirik. İndi gəl vuraq. Neçə eləyəcək bu? 2 üzərinə 2 vurulsun 3. 3 vurulsun 3. Yəni 9 vurulsun 2 eləyəcək 18. 45'e de uygun oldu B ben.
Gəldik 46-ya. EBOB nə idi bizdə? Demişdik ki, ortaqlar seçilir, düzdürmü? Hər ikisində ortaq ədədlərimiz hansılarsa o EBOB-dur. Bunun üçün ilk öncə vurğulara ayırmalıyıq. 36-nı 2-yə bölürəm. Bir dəfə 16-nın da içindəki 8, 18. 18-i 18. 2-yə bölürəm. 9, 9-u 3-ə bölürəm. 3 də 3-ə bölünür. 44-ə keçirik. 44 2-yə bölünür. Ya, 22 2-yə bölünür. 11, 11 də 11-ə 11. bölünür. Aysə, əbub deyəndə indi bunların hər ikisindən ortaqları seçirik. Məsəl üçün, hər ikisində ortaq nə var? 2 var. Sonra başqa yenə də 2 var ortaqlarında. Deməli, cəmi 2-ləri var ortaqları. Həmin o 2-ləri də bir-birinə vururuq. 2-ni də 2-yə 4. vuranda alırıq 4 rəqəm. 46-ya da uyğun oldu deməli. İndi 47-yə kömək elə. İlk öncə 126-yı bunlar... mən Aha, 2-yə böləcəyik. aha. Olacaq 60 neçə? 3. 3. Sonra 63 böləcəyik 3-ə. 21. Sonra 21-i mənim yenə 3-ə böləcəyik. aha, 7. 7 də 7-yə. Doğrudur. İndi 420-yə baxaq. 420-yi 2-yə böləcəyik. 210. Aha. Aysa 210. 210-u 210-u 3-ə böləcəyik. 70. Aha. 70-i də 7-yə böləcəyik. 10. 10. 2-yə Onu da 2-yə bölünəcək. böləcəyik. 5-də 5-ə. İndi əbub deyəndə gəl bunun ortaqlarını seçək. Hansılardır ortaqlar? 2. 3. Aysa 2-dir, hər ikisində iştirak eləyir. 3-dür, hər ikisində iştirak eləyir. 7. Bəli, 7 hər ikisində iştirak eləyir. Demək ki, onda 2, 3 və 7-dir. 2 vurulsun 3, 2, o da 3. vurulsun 6, 6, 7, 6 da 40. 7 və 42. 47-yə də uyğun oldu sıraya. Gəldik 48-ə. Buyur. Mənim 72-yi böləcəyik 2-yə. Nice. 36. 36. 2-yə 36-yı da 2-yə bölsək. 18. Aa, 8-i 3-ə də bölək. 2-yə Yaxşı, 2-yə e, bölək. 18-i 2-yə 9. bölsək. 9. 3-də 3-ə 3-ə bölək. böləcəyik. Hə. Keçdi 360-a alır. 360 neçəyə? 360-ı 2-yə 180. Aha. 180. Sonra 3-ə 3-ə olar. 183-ə bölsək. 60. 60. Sonra neçəyə 60 bölək? 2-yə Aha. 30. 30. 30-da 2-yə 15. Aha. 3-ə 15-i də 5. 3-ə 5-də 5. 5. 5-də 5-ə. İndi əbob istəyir. Səmral, əbob istəyirsə Hə. hansı rəqəmləri götürəcəm? 2-ləri Aha. 2-lər çünki hər ikisində 2 var. mənim yenə 2. Bəli, yenə 2-miz var, doğrudur. Mən yenə də 2. Ay, 3 dənə 2-miz var ortaq. Sonra bəs 3-lərimizdən neçə dənə var? Mənim 2 dənə 3-ümüz var. 2 dənə də Ay, 3-ümüz var. bəli. Onda belə çıxır ki, 72-nin özüymüş da. Çünki 72-nin tərkibindəkilərin hamısı 360-ın tərkibində var. Demək ki, Bəli. onda 48-də də cavabımız D variantıdır. 9. 9-da 198-i böləcəyik 2-yə. Deməli, gəl 198-i əvvəlcə 2-yə. 2-yə bölsək, alırıq 99. 94. 99 3-ə 99. bölək. 33. 33 3-ə bölək. O da 11 3-ə bölək. 11. Ay, 11. 11. bəs 200. 2-yə. Hı. 100. 100 qaldı. Onu da Ha. mənim 2-yə. Aha. 50. 50 də 2-yə 25. Hı -hı. 25 də mənim 5-ə 5. Hı. Всё. İndi əbob istəyir. Əbob nə deməkdir? Hər ikisində ortaq olanlar.
Mənim 2. Aha. Mənim başqa yoxdur. Başqa düz deyirsən, yoxdur. Onda belə çıxır ki, 49-da yanlış cavabımız B variantıdır. 50. Aşağıdakı 50. ədədlərdən Aha. aşağıdakı ədədlər üstündən hansı qarşılıqlı sadədir? Aha. Qarşılıqlı sadə nə idi? Yəni ortaqları olmasın da, düzdürmü? Məsələn, 10 ilə Bəli. 12-ni götürə bilmirik, çünki ortaqları var. Hər ikisi 2-yə bölünür. Qarşılıqlı sadədə bunu deyə bilmərik. Hansı variant olar sənin fikrincə? B. Bəli, B-də B. 11 və 13 qarşılıqlı sadədir, doğrudur. 51. Yenə də eyni qayda ilə 30 ədədini bu səfər aşağıdakı ədədlərdən hansı ilə qarşılıqlı sadədə götürə bilərik, onu istəyir bizdən. Məsələn, 30 ədədi burada bilirik ki, 3-ə bölünür, düzdürmü? Bəli. Mənim 5-ə 77-ni. bölünür, 10-a bölünür, hətta 15-ə bölünür. Yəni, Mənim baxıram ki, 77-ni. neçəni? 77-ni? 77. Bəli. Çünki 77 7-yə və 11-ə bölünür. Ortaqları Bəli. yoxdur. 5-dir 5-ə bölünür, 70-dir 5-ə bölünür, 84-ün özü 3-ə bölünür, 2-yə bölünür və s. 52. Yenə də qarşılıqlı sadə olmayan Aşağıdakı ədədlər cütündən hansı qarşılıqlı sadə deyil? ay sağ ol. Məsələn, 10-11 qarşılıqlı sadədir, çünki bilirik ki, ortaqları yoxdur. 10-dan 11. 9-la 11 də qarşılıqsa, amma bizdən sadə olmayan istəyir. Hansı qarşılıqlı sadə deyil? 10-la 12 düzdürmü? Hər A. ikisi nəyə bölünür? 2-yə. 2-yə. A isə 2-yə bölündüyü üçün ona görə onu qarşılıqlı sadədə deyirik. 53. Aşağıdakı ədədlər cütündən hansı qarşılıqlı sadə deyil? Hı-hı. Yenə qarşılıqlı sadə olmayan Mənim seçməli. burada Mənim burada A variantıdır. Deməli, baxıram ki, 53-də A variantı sadədir, qarşılıqlıdır. 17 ilə 19-un ortaqları yoxdur axı. Səma, hər ikisi 1-ə bölünür. Məsələn, 17-20 də qarşılıqlı sadədir. Bəli. Biz burada qarşılıqlı sadə olmayan D variantı olacaq. Nəyə görə? Çünki 52-ni 13-ə böləndə cavabı 4 alırıq. Bu deməkdir ki, 52 ilə 13 hər ikisi 13-ə bölünür. Ona görə qarşılıqlı sadə ədəd olmayacaq. 54. Burada hansılar sadədir, sadəni istəyir. Məsələn, 14 ilə 19-a baxaq. 14 ilə 19 qarşılıqlı sadə ədəd ola bilərmi? Bəli. Ola bilər. Xeyr, xeyr. Bəli. Bəli, Ola bəli, ola bilər. bilər. Çünki ortaqları yoxdur ona görə. Amma 9 ilə 21 ola bilməz. Çünki hər ikisi neçəyə bölünürlər? Ortaq ədədləri var. Qarşılıqlı sadə ədəd olur ki, ortaq bəli 3-ə bölünürlər. Ona görə mən bunu götürə bilmərəm. Sonra 24 ilə 25 səncə qarşılıqlı sadə ədəd ola bilər? Xeyr. Ola bilər mənim. Yəni cavab odur 1 ilə 3. Ay sağ ol. 1 ilə 3-dür cavabımız. 54-də də B uyğun variantı. olacaq cavabımız B bəndi. Qarşılıqlı sadə ədədləri istəyirdi onsuz da bizdən. İndi 55. Əkop istəyir. 55-də də əkop istəyir, 56-da da əkop istəyir. Kömək elə. Qruplara ayıraq. 72-ni 2-yə böləndə neçə alırıq? 36. 2-yə bölsək, 36. aha, 2-yə bölsək 18, 2-yə bölsək 9, 3, 3-də 3-ə. İndi 96-nı ayırıq. Mənim 2-yə böləcəyik 48. Mənim o da 2-yə böləcəyik 24. O da 2-yə böləcəyik 12. O da 2-yə böləcəyik 6. 6-yı da 3-ə. 3-də 3-ə. 3-ü də Əla. 3-ə. İndi əkop deyəndə böyüyünü götürək. İçində ən böyük olan hansıdır?
Mənim 3. Digərində də 96. 3. Yox, ən böyüyünü götürək. Məsələn, ədədlərdən 72 böyükdür yoxsa 96? Təbii 96 böyükdür. Ona görə ən böyüyünü götürürüm. Bunu götürdüm. İndi baxıram ki, 96-nın içində 5 dənə 2 var, 72-nin də içində 3 dənə 2 var. 2-ləri onda götürmürəm. Onsuz da içərisində var, daxildir. Düzdürmü Səmra? Bəli. 3-dən isə baxıram ki, bunda 2 dənə 3 var, bunda 1 dənə 3 var. Demək ki, bunun 1 dənə 3-ü var, 1 dənə 3-ü çatmır. Bu 96-nın içində çünki əlavə 1 dənə 3 də olmalıdır, yoxdur. Ona görə də 96-nı nəyə vururam? 3-ə çatmayan ədədə vururam. 18 bir yadda, 27 bir də yadda 8. Yəni 288 olacaq. Buyur 56-ya kömək elə. Yenə 128-i qruplara ayrı. böləcək 2-yə. Aha, 2-yə böləcəyik 64, 2-yə böləcəyik 32, 2-yə böləcəyik 16, 2-yə 8, 2-yə 4, 2, 2. 2-yə böləcək. Bəli. 2 üstü gördüyün kimi neçə eləyir? 7 eləyir. 2 üstü çünki 5 32-dir, 2 üstü 6 64-dür, 2 üstü 7 də 128. İndi 192-yə vuruqlar. 2-yə böləcək. 12-də 2-yə böləcək 6, 6-ya da 2-yə 3. Düzdür. İndi əkobunu tapmaq üçün ən böyüyünü götürək. Ən böyüyümüz hansıdır? 192. A isə 192-ni götürdüm. İndi baxıram ki 192-nin içərisində, 192-nin içərisində neçə dənə 2-miz var? 1, 2, 3, 4, 5, 6 dənə 2-miz var. Burada neçə dənədir? 1, 2, 3, 4, 5, 6, 7 dənədir. Yaxşı, 6 dənəsini sildik. Onsuz da 6 dənəsi var. Amma bir dənə 2 çatışmır. Düzdürmü Səmra? Buradakı Bəli. çox idi. Ona görə mən bu 192-ni 2-yə vurmalıyam. O da eləyəcək 384, yəni B variantı. Gəldik 57-yə. 57 daha rahatdır. Nəyə görə daha rahatdır? Çünki biz bilirik ki, A ədədi B ədədinin bölənidirsə, onda əkop AB B-yə bərabər. Yəni 120-nin özüdür. Çünki 60 elə 120-nin içinə var. Axı 120-ni 60-a bölmək olur, 2 düşür. Elə əkop bunun ən böyüyünü götürürsən, 120. Yenə vuruqları ayırsa onu görə bilərdik onsuz da. 58-də amma gəl vuruqları ayıraq. 12-ni vuruqları ayırsaq neçə götürə bilərik? 2-yə böləcək 6, 6-yı da 2-yə böləcək 3, 3-ü də 3-ə. 25-i də 5-ə böləcək 5, 5-i də 5-ə. Aysa. İndi əkobun nə tər tapırıq? Böyüyünü götürürük. Məsələn, içində ən böyük olan hansıdır? 25-i də 25. vuracaq. 25. 25-i nəyə vura bilərik? Təbii ki, həm 2-yə, həm 2-yə, həm də 3-ə. Çünki heç biri yoxdur axı içərisində. Nə ikisi var, nə də 3-ü var. Deməli 25-i vurmalıyım elə birbaşa 12-yə. Qarşılıqlı sadə ədəddir. Qarşılıqlı sadə ədəd olanda elə əkobu tapmaq üçün A-nı B-yə vur. Yəni heç bir fərq yoxdur. Çünki ortaqları yoxdur. 25-i də 12-yə vuranda alırıq 300. Deməli 58-ə də uyğun olacağımız A variantı. Bəli. 59 düsturdur. Əkobun əbubu olan hasilidir. Əkobun əbubu olan hasili bizdə bərabərdir A vurulsun B-yə. 12 A-dır, 30 da B-dir. O deməkdir ki, biz 12-ni sadəcə nəyə vurmalıyıq? 30-a vurmalıyıq. Bu yəni hazır bir düsturdur. 12-ni də 30-a vuranda alırıq 360. C variantı. 60-da da eyni qayda ilə əkobun əbubu olan hasilidir. Yəni o bizdə bərabərdir A vurulsun B-yə. Düzdürmü Səmra? A-mız A-dır. B-miz isə 15-dir. A vurulsun 15 bərabər olacaq 300-ə. Fikirləşirik ki, o hansı ədəddir ki, 15-ə vurub 300 alır. Deməli, A-nı tapmaq üçün 300-ü bölürük 15-ə. O deyir 20. Yəni 60-a da uyğun oldu cavabımız D variantı. Variant. Bəli. Gəldik 61-ə. İndi bunu sən kömək elə yenə də. Əkobun əbubu olan hasil deyirsə, neyniyəcəm?
4-ü 63-ə vuracaq. Ay sağ ol. 84'ü ilk önce 63'e vurmalıyım. Yani A'nı B'ye vurmalıyım. O olacak bizde 5292. Bunu tapdıq. İndi mənə deyir ki, bunun 10'a bölünməsindən alınan qalıq tap. Bunu da 10'a bölürəm ki, qalıq görüm neçə Qalıq alır. 2. Bəli, 10'a bölünməsi üçün sonu sıfırdan bitdiyi üçün qalığımız elə 2 olacaq. 61'e de uyğun Bəli. oldu. A var yəni. 62 ilə köməklə. 16-ı 28-ə vuracaq. Ay sağ ol. Yenə də EKOB-un əbəbi olan hasili A vurulsun B-dir. 16'nı sadəcə 28'e Bəli, vur. bəli. O deyir 448. Bunun da 5'e bölünməsindən alınan qalıq istəyir bizdən. Biz də bilirik ki, 5'e bölünməsi üçün sonu ya 0 ya da 5 ilə bitməlidir. 8'in də 5 6 da çıxsa, müəllim qalır. 8'in də 5 çıxsa 3 olurdu. Onda belə çıxır ki, bunun qalığı 3 olacaq. Amma yoxlaya da bilərik. 448'i 5'e bölürük. 8 dəfə 5'in 40, düzdürmü? Burada qaldı Bəli. 48. 48'e də götürsək, məsələn, 9 dəfə. 45. Qalıb da oldu 3. Gəldik 63'ə. 63 ümumiyyətlə düsturdur. Hansı düsturdur bizdə? Biz bilirik ki, ümumiyyətlə EKOB-un əbubu olan, deməli, hasili dedik ki, A vurulsun B-dir. EKOB-un əbubu olan nisbəti isə C ortaq olmayan vurğuların hasilidir. Bir də var Bəli. EKOB-un kvadratı AB-nin düsturu. Bir də var əbubun kvadratı AB-nin düsturu. Bu düsturumuz necədir? Əbubun kvadratı, bunları qeyd edərik. Deməli, AB bizdə bərabərdir. A vurulsun B bölünsün C-dir. Bəli. EKOB-un kvadratı AB isə bərabərdir. A vur B vur C-dir. İndi buna uyğun işləyirik. Ortaq olmayan vurğuların hasili, yəni C-ni nəzərdə tutur. C 6-dır. Əbub AB də 2-dir. Aparıb düsturda yerinə qoyuram. Əbub AB-nin biz kvadratı demişdik. Ona görə 2'nin kvadratı yazıram. 4 bərabərdir. A vurulsun B bölünsün C-ni də bilirəm A6'dır. Ortaq olmayan vurğuların hasilidir. Buradan AB-ni tapanda tapıram 24. Bəli. Düzdürmü Səmra? İndi məndən isə EKOB AB-ni istəyir. Axı mən də dedim ki, EKOB AB-nin kvadratı A vur B vur C-dir. AB-ni bilirəm 24'dür. C-ni də bilirəm 6'dır. Deməli 24 də nəyə vurmalıyam? 6'ya vurmalıyam. Onda yazıram ki, EKOB-un kvadratı AB bərabərdir 24 vurulsun 6. O deyir 144. Bəs yaxşı, nəyin kvadratı 144 eləyir? 12'nin. Bizdən 12. EKOB A isə EKOB AB-ni istəyir. Ona görə 63'ə də uyğun olacaq A variantı. Bəli. Sonra digərinə baxaq. 64'ə köməklə. Bu da yenə nədir? Düsturdur. EKOB AB-nin EBOB A-B'ye olan AB-nin. nisbəti bərabərdir bizdə C-yə. C ortaq olmayan vurğuların hasilinə. Bu da deyir ki, Bəli. A və B natural ədədlərin ortaq olmayan vurğuların hasilini tapın. Yəni bu C-ni tapın deyir. C-ni də tapmaq üçün nisbətlərini götürəcəm də. EKOB AB 16-dır. Bəli, 48'i bölməliyəm EBOB AB-yə. Yəni 3'ə. Aynı oldu. Cavab eləyəcək Bəli. 16. 48 3'ə böləndə 16 aldım. Aha, yenə düsturdu. Biz dedik ki, EKOB-un kvadratı AB bərabərdir A vur B vur C-dir. Məndən də ABC hasilini istəyir. Yəni o deməkdir ki, EKOB-un yerinə AB-ni yerinə gətirib qoymalıyam bu qiyməti. 16'nın kvadratını tapmalıyam. Çünki kvadratıdır. 16'nın da kvadratı, bəli, 256, 65'ə D olacaq. 66'da da yenə eyni qayda ilə EBOB istəyir. EBOB dedik ki, A vurulsun B bölünsün C bərabərdir EBOB AB-nin kvadratına. İndi AB 144 C isə gətirib yerinə qoyuram. 144 C bölünsün C bərabərdir EBOB. 12-dir müəllim. Bəli, EBOB olacaq 12. 67'də də eyni qayda ilə.
AB'nin S'ye olan nisbətidir. Əbob kvadratı AB. AB verilibdir 162'dir. S də verilib 18'dir. 162'ni bölməliyəm 18'ə. O da eləyəcək 9. Deməli, əbob AB'miz də 3 olmalı. 9 nəyin kvadratı? 3'ün. 68 də eyni qayda ilə. Bəli. Vurukların ortak olmayan vurukların hasili verilibdir. Biz demiştik ki 72'nin kvadratı yani əbob AB'nin kvadratı bərabərdir. A vurulsun B vurulsun C yani 12'ye. 72'ni 72'ye vurup bölmeliyim 12'ye. 72'ni 72'ye vuranda 5184, onu da 12'ye bölende 432 tapır. Deməli, AB hasili 432'dir. Yani B variantıdır. İndi 69'da aşağıdakilerden hansı doğru değil onu tapmalıyıq. Məsələn, iki tam ədədin cəmi də, fərqi də, hasil də tam ədəd ola bilər. Amma nisbəti ola bilməz. Məsələn, 2-ni 3'ə bölsək kəsr alırıq. 3'dəki kəsri. Nisbəti üzrə artıq tam ədəd deyil, kəsr ədəddir. 70'də isə sadə vuruqlar və onların sayı verilibdir. D hansı ədəddir, yəni o? Artıq vurub hesablamaq lazımdır. Məsələn, 2-dən 2 dənədir. 3'dən 1 dənədir. 5'dən 1 dənədir. 2'nin üstü 2 4 eləyir. 3'ün üstü 1 3 eləyir. 5'in üstü 1 5 eləyir. 12'ni də 5'ə vuranda 60. Demək bu 60'ın ayrılmasıdır. 71 də eyni qayda iləndir. Sadə vuruq deyil. 2'dən 2 dənədir. 3'dən 2 dənədir. 5'dən 1 dənədir. 2'nin kvadratı 4, 3'ün kvadratı 9'dur. 5 üstü 1 də 1'dir. Bəli. 9 vurulsun 5 40. 40'ı da 4'ə vuranda 270. yok, daha doğrusu 9 vursun 5 45. 45 də 4'ə vururam. O da eləyir bizə neçə? 180. Yəni cavab C bəndə olacaq 71'də. 72'ye də baxaq. 72'də artıq bizdən əbob istəyir. Əbob da bilirik ki, hər ikisində ortaq olandır. Hər ikisində Euler Venn diaqramında ortaq olan ortada göstərilir. Yəni hər ikisinə daxil olan rəqəmlər. 2 ilə 3'dür. Deməli, bunun əbobu 2 vurulsun 3 6 eləyirmiş. Və yaxud da başqa cür necə götürə bilərik? Əvvəlcə aidədin özünü götürə bilərik. 2 vur 2 vur 2 vur 3. Yəni 24 də aidədir. B ədədini götürə bilərik. 2 vurulsun 3 vurulsun 5 kimi. Bu da eləyir 30. 30 ilə də 24'də də əbob tapsaq yenə də 6 alacağıq. Çünki hər ikisinin ortağı 6'dır. Aynı oldu Səmra. Burada yekunlaşdıraq. Yəni dəfədə ardını izah edərik.